sizə belə deyim, statistika göstərir ki, doğrudan da abituriyentlərin ən qorxduğu uğursuzluqla rastlaşmaqdır və uğursuzluq qorxusu çoxlarına tanışdı. Elə əsasən mən özümdən də nümunə götürüm ki, mən də abituriyent olaraq çox qorxurdum ki, bal az olacaq və qəbul olmayacağam. Amma burada belə bir məqam var ki, uğursuzluq qorxusu bizim özümüzdən üstün olmamalıdır. Uğursuzluğu biz həyatımızda olan bir mərhələ kimi təsvir etməliyik və uğursuzluqdan bir nəticə çıxartmalıyıq. Biri var uğursuzluğu, artıq həyatda keçmişik, yaşayırıq. Buradan iki istiqamət var. Variant 1 olaraq uğursuzluğu yaşayaraq negativ emosiyalarla, nəticələrlə davam etmək. Bu bizim özgüvənsizliyimizi yaradacaq, motivasiyamız artıq aşağı düşəcək, bəli, frustrasiya yaşayacağıq. Və ikinci variant olaraq uğursuzluqdan pozitiv nəticə çıxarmaya çalışacağıq. Bu, psixologiyada iki düşüncə tərzinə aiddir. Biri irrasional düşüncə tərzi və rasional düşüncə tərzi. Belə bir ifadələr deyilir adətən, qəbul olmadım, deməli mən uğursuzam. Bu irrasional düşüncədir, yəni düzgün olmayan düşüncə. Biz əlimizdən gələni etməliyik ki, irrasional düşüncələri döndərək, əksinə edək düzgün düşüncələri, yəni rasional düşüncələr. Qəbul olmadım, tamam, nə etməliyəm ki, gələn dəfə daha yaxşı bir nəticə qazanım. Hansı fənlərdə zəif hiss edirəm özümü? Bəlkə mənim uğursuzluğum imtahanda düzgün vaxtın idarə edilməsi deyil idi. Yəni biz təhlil etsək, səbəbləri araşdırsaq, əgər özümüzdə güc tapa bilmiriksə, azdır gücümüz, müraciət etsək mütəxəssislərə, bu səbəbləri araşdırsaq, üzərində işləsək, uğursuzluq artıq hardasa arxada qalacaq və artıq biz pozitiv nəticələrə dair istiqamət tapacağıq.